Artıq çəki sadəcə estetik məsələ deyil. Bu birbaşa reproduktiv sistemə təsir edən bir vəziyyətdir. Bədən çəkisi artdıqca insulin rezistentliyi yüksəlir və bu yumurtalıqlarda hormonal disbalansa səbəb olur. Ovulyasiya pozulur və yumurtanın yetişməsi keyfiyyətsiz olur. Bu səbəbdən artıq çəkili qadınlarda sikl pozuntuları və yumurta yetişməməsi daha çox görülür. Eyni zamanda artıq çəki endometriumun reseptivliyini də azalda bilər. Bu da embrionun implantasiyasını çətinləşdirir. Süni mayalanma edərəm və problem həll olar deyə düşünürsünüzsə, bu metabolik balans düzəlmədən IVF nəticələri də aşağı düşür. Araşdırmalar göstərir ki, bədən kütlə indeksi 25-30-dan yuxarı olduqda həm spontan hamiləlik, həm də IVF uğuru azalmış olur. Burada məqsəd model bədəni deyil, hormonların stabil işlədiyi metabolik bir balansdır. Bəzən cəmi 5-10% çəki itkisi belə ovulyasiyanı bərpa edə bilir və spontan hamiləlik şansını artırır. Sürətli və kontrolsuz diyetlər də hormonal sistemi daha da poza bilər. Ona görə də çəki idarəsi mütləq fərdi və tibbi nəzarətlə aparılmalıdır.